Salam, mən Gülər müəllim. Bu video izahımda sizə cinsi hüceyrələrin, yəni qametlərin əmələ gəlmə prosesini izah edəcəm. Cinsi hüceyrələrin əmələ gəlmə prosesi qametogenez adlanır. Heyvan orqanizmində cinsi hüceyrələrin yarandığı cinsiyyət üzvləri vardır. Dişi orqanizmdə dişi qamet yumurta hüceyrə, erkək orqanizmində isə erkək qamet spermatozoid adlanır. İlk öncə gəlin baxaq yumurta hüceyrənin əmələ gəlməsinə. Yumurta hüceyrənin əmələ gəlmə mərhələsi ovogenez adlanır. İlkin cinsiyyət hüceyrələri diploid xromosom yığımına malikdirlər və onlar bölünmə mərhələsində mitoz bölünmə yolu ilə saylarını artırırlar. Elə qametogenez prosesi də 3 ardıcıl prosesdən ibarətdir. Birinci proses çoxalma prosesidir, yəni çoxalma mərhələsidir. İkinci mərhələ bölünüb çoxalan hüceyrələrin böyümə mərhələsidir. Böyümə mərhələsində heç bir bölünmə prosesi baş vermir və böyümə mərhələsində hüceyrə interfaza keçirir. Bildiyimiz kimi hüceyrənin interfazası bölünməyə hazırlıq mərhələsidir və interfaza prosesində bəzi orqanoidlərin artması, bölünməyə lazım olan enerjinin sintezi və DNT-nin ikiləşməsi prosesi baş verir və həmin hüceyrənin xromosom yığımı 2n 4c-yə bərabər olmuş olur. Bu qametogenezin ikinci mərhələsi idi. Qametogenezin üçüncü mərhələsi böyüyən hüceyrələr yetişmə mərhələsinə daxil olurlar. Yetişmə mərhələsində bir hüceyrə baş verir. Birinci meyoz və ikinci meyoz bölünmə, yəni 2 dənə meyoz bölünmə prosesi baş verir. Birinci meyozda artıq bu hissədən aşağıda yetişmə hissəsini izah edəcəm. Bir hüceyrə birinci meyoza məruz qaldığı zaman bilirik ki, birinci meyoz prosesinin sonunda bir hüceyrədən 2 hüceyrə əmələ gəlirdi və onların xromosom yığımı N2-ci. Yəni xromosomlar hələ 2 xromatidlidirlər. Yaranan 2 hüceyrə ikinci meyoz bölünməyə daxil olurlar və bu prosesdən haploid xromosom yığımına malik 4 dənə hüceyrə əmələ gəlir. Yəni hər bir hüceyrə haploiddir. Söhbət diploid orqanizmdən gedir. Təkrar izah edirəm. Qametogenez 3 mərhələdən ibarətdir. Birinci mərhələ çoxalma mərhələsidir. Çoxalma mərhələsində hüceyrə mitoz yolu ilə bölünür. Bilirik ki, mitoz bölünmədə də ana hüceyrədə, yəni başlanğıc hüceyrədə xromosom yığımı neçədirsə, əmələ gələn hüceyrələrin də xromosom yığımı o qədər olacaqdır. Bölünən hüceyrələr böyüməyə məruz qalırlar. Bu ikinci mərhələdir. Böyüyən hüceyrələr isə yetişmə mərhələsinə daxil olurlar. Yetişmə mərhələsində bir hüceyrə meyoz bölünmə ilə sayını 4 ədəd artırır. Hər bir yaranan hüceyrə isə başlanğıc hüceyrənin yarısına bərabər xromosom yığımına malikdir. Əmələ gələn 4 hüceyrədən 3 dənəsi yönəldici cisim olacaqdır. Bir dənəsi isə qametə çevrilir. Bu prosesdə, yəni bir hüceyrədən əmələ gələn 4 hüceyrənin 4də 1-i qametdir, 4-dən 3-ü isə yönəldici cisimdir. Erkək qametin spermatozoidin əmələ gəlməsi də eynən bu ardıcıllıqla davam edir. Yalnız bir fərq var ki, spermatozoidlərin hər biri formalaşaraq qametə çevrilirlər. Biz deyirik, dişi fərddə bir hüceyrə yetişmə mərhələsinə giribsə 4 hüceyrə əmələ gətirir, onun biri qametə çevrilir, 3 ədədi yönəldici cisimdir. Spermatozoiddə isə bunu demirik. Deyirik ki, bir hüceyrə yetişmə mərhələsinin sonunda 4 hüceyrə əmələ gətirir və hər bir hüceyrədə qametə çevrilirlər. Bu dişi homoqametlərdə biləcəyik ki, bütün hüceyrələrin xromosom yığımı XX-dir. Yəni 4 dənə hüceyrə əmələ gəlibsə, hər biri cinsi hüceyrəsi X olacaqdır. Erkəklərdə isə bu hüceyrə heteroqametdir axı. XY, yəni əmələ gələn hüceyrənin 4 dənə hüceyrə əmələ gəlibsə, o hüceyrənin yarısı X-dir, yarısı isə Y xromosom yığımına malikdir.
Bəzi canlılar, quşlar, sürünənlər, bəzi kəpənəklərin növlərində dişi heterogametliyə malik olurlar. Onların gələn gametogenez mərhələsinin sonunda əmələ gələn hüceyrələrindəki məsələlər var ki, X xromosom yığımı nə qədərdir, onlarda gamet nə qədərdir? Bir məsələ üzərində onun izahına baxaq. Biz bilirik ki, bir dənə hüceyrə yetişmə mərhələsinə daxil olduqda bu gametogenezin 3-cü mərhələsidir. X, Y xromosom yığımına malikdirsə, yetişmə mərhələsinin sonunda 4 dənə hüceyrə əmələ gəlir. Bu 4 hüceyrənin yarısı X-dir, yarısı da Y xromosomu daşıyır. Bu 4 hüceyrənin 3 dənəsi yönəldici cisimdir, 1 dənəsi gametdir. Belə bir ifadə yazacağım. Deməli, bir hüceyrə yetişmə mərhələsinə daxil oldu, 4 hüceyrə əmələ gəldi. Əmələ gələn hüceyrənin 4-dən biri gametdir, yəni 1 dənəsi gametdir. 4-dən 3-ü isə nədir? Yönəldici cisimdir. Əmələ gələn 4 hüceyrənin yarısı 2-də 1-i X xromosom daşıyır, 2-də 1-i isə Y xromosom daşıyır. Gəlin indi belə bir məsələ üzərində təhlil aparaq. Göyərçinin yumurtalığının yetişmə mərhələsinə 10 hüceyrə daxil olub, əmələ gələn hüceyrələrin ikisi X xromosom daşıyır. X xromosom daşıyan gametdir. Y xromosomlu yönəldici cisimciklərin sayı nə qədərdir? Deməli, 10 hüceyrə daxil olub. Belə bir həllimiz var ki, biz bilirik ki, bir hüceyrə daxil olanda 4 dənə hüceyrə əmələ gəlir. Yetişmə zonasına bir hüceyrə daxil oldu, 4 əmələ gəlirsə, 10 hüceyrə daxil olanda nə qədər əmələ gələcək? Deməli, X bərabərdir 4 vurulsun 10 edəcək 40 dənə hüceyrə. Deməli, 40 hüceyrə əmələ gəlib. Bilirik ki, 40 hüceyrənin yarısı, yəni 20 dənəsi X xromosom daşıyır, 20 dənəsi Y xromosom daşıyır. Və bilirik ki, bu 40 hüceyrənin 4-dən biri, yəni 4-dən biri nəyə bərabər olmuş olur 40-ın? 10 dənəsi. 10 dənəsi gametdir. 4-dən 3-ü, yəni 30 dənəsi isə yönəldici cisimdir. Qısa şəkildə yazıram. Və bizə deyir ki, gametlərin ikisi X xromosom daşıyır. Əgər gametin ikisi X xromosom daşıyırsa, yerdə qalan 8 gamet orada daşıyacaq Y xromosomu. Bilirik ki, 20 dənə yönəldici cisimimiz, üzr istəyirəm, 20 dənə hüceyrəmiz X xromosomdur. O zaman bu 20-nin ikisi gametdirsə, yerdə qalan 18 dənəsi isə yönəldici cisimdir. 8 dənə Y-imiz gametdirsə, 8Y gametdirsə, yerdə qalan 12Y nədir? Yönəldici cisim. Təkrar deyirəm. 40 dənə hüceyrə əmələ gəldi. Onun yarısı X xromosom daşıyır, yarısı Y xromosom daşıyır. Və şərtdə veribdir ki, 2X-imiz gametdir. Tapırıq ki, 40-ın 4-də 1-i gametdir. Yəni 10 dənə gametimiz var, 30 dənə isə yönəldici cisim var. 10 gametin ikisini şərtdə X xromosomlu gamet verir. Yerdə qalan 8-i biləcəyik ki, o zaman Y xromosom daşıyır. 20X var, onun ikisi gametdir, 18 dənəsi yönəldici cisim olacaq. 8Y gametdirsə, 12 dənə Y-imiz isə yönəldici cisim olacaqdır. Şərtdə soruşurdu ki, Y xromosom daşıyan neçə dənə yönəldici cisim var? Deməli, Y xromosom daşıyan 12 dənə yönəldici cisim var.